Bismillahirrahmanirrahim. Bugün Azərbaycan tarixinin ən ağrılı, ən faciəli səhifələrindən biri olan 31 Mart soyqırım günüdür. Dərin hüzn və ehtiramla yad edərək demək istəyirəm ki, bu təkcə tarix deyil, yaddaşımıza həkk olmuş bir ağrı və ədalət çağırışıdır. Allah Quranda buyurur ki, zalimləri etdiklərindən Allahı qafil sanma. Bu kəlam bizə nişan verir ki, nə zülm, nə də ki, günahsız insanların qanı yerdə qalır. Ədalət gec də olsa öz yerini tapacaqdır. 1918-ci ilin mart ayında minlərlə günahsız insan, qadınlar, uşaqlar, qocalar milli və dini kimliklərinə görə qətlə yetirildi. Bugün isə bizim vəzifəmiz yalnız keçmişi xatırlamaq deyil, tarixi yadda saxlamaqla həqiqətləri dünyaya çatdırmalı, daim haqq və ədalətin tərəfində dayanmalıyıq. Elə bu səbəbdən hər il Kərbəla faciəsini qeyd etməyimiz bizə ibrət verir ki, haqq uğrunda mübarizə zaman və məkan tanımır. Həzrəti İmam Hüseyn ağanın qiyamı bizlərə öyrədir ki, zülmə boyun əyməmək, haqqı qorumaq hər bir insanın mənəvi borcudur. Və Allahdan istəyirəm ki, Allah şəhidlərimizin ruhunu şad etsin. Onları öz rəhmətində qərar versin inşallah.